Salam əziz izləyicilər. Bağda bu nə üçündür bu vanna? Mən bunu zibilə atmalıydım. Atmadım, bağa qoydum ki, bunun içində kompost düzəldərəm. Kompost düzəltmək elə də çətin iş deyil, sadəcə zaman tələb eləyir. Meyvə qalıqlarıdır, tərəvəz meyvə qalıqlarıdır, otdur, quru ot, yaxud da yaşıl ot. Doldururam içinə. Bir qədər hava isidəndən sonra, hələ zamanı deyil. Sonra drojdur, bir 1/4 droj, yarım stəkan kimi şəkər pisoğudur və tutaq ki, mürəbbə, biraz mürəbbədir, yarım stəkan kimi. Bu cür şeyləri atıram içinə. O ot, ələv, meyvə, tərəvəz qalıqları orada başlayır çürümə verməyə. Üstünə də bir plastik bir materialım var, onu qapayıram, üstə daş qoyuram. Orada qışqırır, növbəti ilə hazır olur. Yəni növbəti yazda artıq kompostdan istifadə eləmək mümkün olur. Amma bu balacadır qab, kifayət eləmir mənim bağım üçün ki, o sadəcə güllərə filana vermək üçün kompost düzəldə bilirik. Kompostu elə açıq havada da düzəltmək olur, yaxud taxtadan, nə bilim, dəmirdən belə bir yeşik kimi bir şey düzəldirsiniz. Əlinizə gələni atırsınız oraya, sonra da dediyim kimi drojdur, nə bilim, şirinlik vermək üçün, qışqırmanı sürətləndirmək üçün, pisoqdur, mürəbbədir. Atırsınız elə açıq havada da mümkündür. Və bir ildən sonra artıq görürsünüz ki, dibinə yıxılıb, üstündə bəzi çör-çöp qalacaq təbii. Dibinə necə lazımdır, qaymaq kimi kompost olacaq, gözəl torpaq olacaq ki, siz tərəvəzə, nə bilim nəyə yemləmək üçün onu istifadə eləyə bilərsiniz. Bu belə bir işdir. Gərəkli bir işdir daha doğrusu. Torpaq münbitləşmək üçün hər il kompost vermək lazımdır. Mənim torpağım üçün bu çox qaçılmazdır sadəcə. Harda tərəvəz əkirəmsə, ora vermək üçün mütləq kompost gərək olur. Sağ olun, sağlıqla qalın.